azla kifayətlənirik. Gəldim məscidə, namazımı da qıldım, moizəyə də qulaq asdım, sinə də vurdum. Sonra neylədim? Sonra getdim, otdum çayxanada, telefonu aldım əlimə, 2 saat, 3 saat oyun oynadım. Boş-boş işlərlə məşğuldur ki, onu bugün elm, texnologiya bu səviyyədə gəlib inkişaf eləyib. Sən elə bir işlə məşğul olmalısan ki, həm özünə fayda versin, həm cəmiyyətə fayda versin. Yoxsa elə bir işlə məşğul olur ki, nə özümüzə fayda var, nə cəmiyyətimizə fayda var. Vaxtın israfıdır ki, vaxtın israfı günahdır. Qiyamət günü bir neçə şeydən soru-sual olunacaq. Birini də ən umrikə fīmə əfnəyt. O ömür ki vermiş deyə sənə onu harda yox elədin, harda əritdin, o sərmayanı necə məhv elədin sən? O böyük şəxsiyyətlərdən biri bugün pəncərədən baxırmış küçəyə, görür ki bir nəfər haray qoparır. Qədimdə bilirsiniz bu soyuducu falan yox idi. Buz satarmışlar, dağdan gedib qırarmışlar, o mağaraların içindəki buzlar olur, ondan qırarmışlar, endirərmişlər, şəhərə satarmışlar. Onu da qısa müddətdə satmasa, əriyib bitir. Satmasa, bütün zəhməti, xərci olacaq heç nə. Fəna olub gedəcək, əlində qalmır. Yox olub gedir. Bir nəfər də buz satır, alan da yoxdur. Hava isti, günəş vurduqca da buz əriyir. Başlayır haray qoparmağa ki, rəhm eləyin o kəsə ki, sərmayəsi əlindən gedir. Bunu eşidir, oturub ağlayır ki, ilahi, ömrüm bu cür əldən gedir. Mən bu buz satan kimi anlamıram ki, mənim sərmayəm gedir. Həqiqi sərmayə bizim ömrümüzdür. Əmir əl-Mömin əleyhissalam buyurur ki, vaxt qılınc kimidir. Sən onu kəsməsən, o səni kəsəcək. Qılınc kimidir vaxt. Sən vaxtı kəsməsən, vaxtdan doğru düzgün istifadə etməsən, o səni kəsəcək. Və yaxud da başqa bir hədisdə də buyurulur ki, ömrünüz günlərdən ibarətdir, Adəm övladı. Hər günün getdikcə bir hissən gedir. Bir də görəcəksən ki, heç olmusan, bu dünyadan köçüb getmirsən. Vaxtımızı zayi etməyək, vaxtımızdan doğru, dürüst istifadə eləyək. Bu demək deyil, bütün gün elə məscidə ibadət elə, falan elə yox. Gəldin, ibadət elədin, namaz qıldın, oruç tutdun, zikirlə məşğul oldun, moizə dinlədin, əzadarlıq etdin, mənəvi cəhətdən qida topladın. Sonra gedib bunu boş-boş işlərə sərf etməklə, elmi işlərə, mənfəətli işlərə sərf etməklə. Gənclərdirsə xüsusilə elmə diqqət etsinlər. Zamanı elm və texnologiya kimin əlindədirsə güc ondadır. Bu güclərə sahib olmaq lazımdır. Mütəxəssislər olmaq lazımdır elmin müxtəlif sahələrindəki həm özünə fayda ver, həm alivə fayda ver, həm cəmiyyətə, ölkə, məmləkətə və bütün bəşəriyyətə fayda verginən. Ən böyük savab da budur. Ki bəzən görürsən, bax insanlar kamillikdən uzaq düşürlər. Bu özü də bir çaşqınlıqdır.